Salamünaleyküm, hər vaxtınız xeyirli olsun. Mən bu gün istəyirəm belə bir məsələnin izahatını, həllini sizlər üçün qeyd edeyim. Məsələdə deyir ki, 115 qram natriumun artıq miqdarda götürülmüş 35% sulfat turşusu reaksiyasından alınan qaz qarışığının hidrogenə görə nisbi sıxlığının 9 olduğunu bilərək reaksiya nəticəsində alınan qazların kütlələri fərqini qramla hesablayın. Gəlin uşaqlar, ilk olaraq biz 115 qram natriumun neçə mol olduğunu hesablayaq. Gəlin baxaq. Deməli, gəlin görək, natriumun molu nə qədərdir? Götürülən 115 qram natriumun mol miqdarı. Bölürük onun 23 ayırına, tapırıq ki, neçəyə bərabərdir? 5 mola bərabərdir. Deməli, götürülən natriumun mol miqdarı 5 mol imiş. İndi biz baxırıq ki, deyir hidrogenə görə nisbi sıxlığı, alınan qaz qarışığının hidrogenə görə nisbi sıxlığı 9 olduğunu bilərək. Gəlin görək, həmin o alınan qaz qarışığının M orta molar kütləsi nəyə bərabərdir? Hidrogenə görə nisbi sıxlıq deyəndə M-i 2-yə bölüblər, tam tapıblar 9. Deməli, həmən qaz qarışığının orta molar kütləsi nəyə bərabərdir? 18 qram bölünsün mola bərabərdir. Bu da burada dursun. İndi diqqət edib bura. 35% sulfat turşusu reaksiyasına alınan qaz qarışığı. 35% sulfat turşusu odur ki, tərkibində maddəmiz sulfat turşumuz 35 qram, da ki, su olaraqsa 65 qramdan istifadə edirik. Və həmçinin, əgər bu orta molar kütləsi 18 qram bölünsün mol onu da göstərir ki, bir tərəfdən. Burada, yəni yalnız məhlulda, məsələn, burada 18 olduğu göstərir ki, burada yalnız hidrogen qazı yoxdur. Həmçinin burada emeri hidrogenden böyük olan daha bir qaz vardır. Artıq mən burada müəyyən edirəm ki, bəli, deməli burada natrium məhluldakı həm su ilə reaksiyaya daxil olubdur. Alınır natrium OH + H2. Çünki məhlulda bizim suyumuz da var, sulfat turşusu məhluldur. Eləcə də orta molar kütləsini mən artıq tapanda ki, 18 qram bölünsün mol, burada görürəm ki, hidrogenden daha ağır bir qaz da olmalıdır. Və artıq müəyyən edirəm ki, bəli, burada natrium sulfat turşusuna reaksiyaya daxil olanda alınır natrium 2SO4, üstə gələk qatı ilə girəndə H2S plus H2O. Gəlin bunu əmsallaşdıraq. Bura 1-2, bura 1-2, bura 1-2. Deməli, bunu əmsallaşdıranda bura 4 düşürdü. Bura 8, bura 5, bu hissə isə 4 düşürdü. Aha. İndi gəlin biz nəyə baxaq? Gəlin görək, orta molar kütləsi bu 18-i necə alıblar? Deməli, bu qaz qarışığında, tutaq ki, X mol H2 ayrılıbdır bu reaksiyadan. Y molda H2S alınıbdır. Həmən bu qaz qarışığının orta molasının 18 tapıblar da. Gəlin onda burada hesablaya görə X və Y-in qiymətləri nəyə bərabərdir? M orta 18 bərabərdir. N1, M1, X vurulsun 2, üstə gələk N2, M2, Y vurulsun 34. Bölünsün N1 üstə gələk N2, X üstə gələk Y. Aha. Bunu da buradan hesabladıq. Gəlin buradan tapaq görək. 18X üstə gələk 18Y bərabərdir 2X üstə gələk 34Y. Buradan tapırıq ki, 16X-in bərabərdir 16Y. Deməli, nə göstərir bunu? X və Y-in molları bərabərdir. Onda X və Y-in molları bərabərdirsə, mən buranı bir dənə silim. Hər ikisinin molu bərabərsə, hər ikisini onda X mol verə bilərəm? Verə bilərəm. Yazıram, burada X, burada X. X mol H2-nin alınması üçün neçə mol natrium reaksiyaya daxil olmalıdır? 2X. Bəs X mol H2S alınması üçün neçə mol natrium reaksiyaya girməlidir? 8X. Və bu ikisinin molları cəmi neçə mola bərabər olmalıdır? 5 mola. Onda 2X plus 8X bərabərdir 5-ə. 10X bərabərdir 5. X-a nə düşdü? 0.5 mol. Aha. İndi nə edirik biz? X-im 0.5'dir. Bizə dəqiqə. Bunu çəkək yuxarıya biraz. Daha doğrusu aşağıya. Aha. Mən nə tapdım? Tapdım ki, 0.5-ə bərabərdir X-im. Onda gətirirəm burada 0.5-i yerinə qoyanda. 0.5-i vurdum 2-yə, elədi 1 qram hidrogen ayrılıb. 0.5-i vurdum H2S-in emeri 34-ə, bu da elədi 17 qram H2S ayrılıb. Və mənə deyir, ayrılan qazların kütlələri fərqini tap. 17 qramdan 1 qramı çıxanda elədi 16 qram. Doğru cavab C variantı.